Novxana qəsəbəsində yerləşən və Hacı Məhərrəm kimi tanınan Məhərrəm Novuzovun adı ilə hallanan Maybik restoranı ətrafında ciddi iddialar gündəmə gəlib. Sosial platformada yayılan görüntülər göstərir ki, dəniz kənarında aparılan tikinti işləri qanunvericiliyin tələblərini açıq şəkildə sual altına alır. Aparılan araşdırmalar zamanı sözgedən ərazidə həyata keçirilən tikinti ilə bağlı rəsmi məlumat bazalarında hər hansı qeyd aşkar olunmayıb. Ən narahat edici məqam isə tikintinin məhz dənizin mühafizə zolağında aparılması ilə bağlıdır. Qanunvericiliyə görə bu ərazilər xüsusi qorunmalı, vətəndaşların sərbəst istifadəsi üçün açıq saxlanılmalıdır. Amma faktiki vəziyyət göstərir ki, ərazi hasarlanaraq özəl biznes obyektinə çevrilir. Dənizə çıxış isə məhdudlaşdırılır. Bu isə təkcə tikinti qaydalarının pozulması deyil, həm də ictimai resursların faktiki olaraq özəlləşdirilməsi anlamına gəlir. Məsələnin ən diqqət çəkən tərəfi isə budur ki, Hacı Məhərrəmin adı daha əvvəl də müxtəlif mübahisəli məsələlərdə çəkilib və indi yenidən bu cür ciddi iddialarla gündəmə gəlib. Bu artıq təkcə qanunsuz tikinti məsələsi deyil, bu ictimai sərvətin mənimsənilməsi, vətəndaş hüquqlarının pozulması və açıq-aşkar özbaşınalıq nümunəsidir. Dəniz sahilləri heç bir şəxsin şəxsi mülkiyyəti deyil və bu cür addımlar həm ekoloji, həm də sosial baxımdan ciddi təhlükələr yaradır. Görəsən aidiyyatı qurumlar bu qanunsuzluqlardan xəbərsizdir, yoxsa xəbərdar olduqları halda susmağa üstünlük verirlər. Əgər qanun hamı üçün eynidirsə, niyə bəzi obyektlərə tətbiq olunmur deyə Media TV AZ saytında yayımlanan məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.